Cəfər Təyyar namazı nədir və necə qılınır? Cəfər Təyyar İslamın tanınmış və nüfuzlu şəxslərindən olmuşdur. Qısaca deyim ki, Xeybərin fəthi günü Cəfər Təyyar Həbəşədən Mədinəyə qayıtdı. Peyğəmbərimiz onu qarşılamağa çıxdı. Həzrət buyururdu ki, bilmirəm hansı birini sevinim, Xeybərin fəthinəmi, yoxsa əmim oğlu Cəfərin geri dönməsinəmi? Sonra bu namazı ona öyrətdi və dedi, əgər edə bilsən bu namazı hər gün qıl, bacarmasan hər həftə qıl, bacarmasan hər ay qıl. Edə bilməsən, heç olmasa ömründə bir dəfə qıl. Əgər bu namazı qılsan, Allah sənin böyük və kiçik, keçmiş və yeni, qəsdən və ya səhvən etdiyin günahlarını bağışlayar. Xüsusilə günahların bağışlanması, hacət və sair şeylər üçün təcrübədən keçirilmiş namazdır. Bu namazı qılmağın ən üstün vaxtı cümə günü zöhr vaxtıdır. Lakin istənilən gün və saat qıla bilərsiniz. Rəvayətlərdə bu namazın 3 qılınma forması qeyd edilib. Hansı biri qılınsa bəs edir. Mən ən məşhur üsulunu qeyd edirəm. 4 rəkətli namazdır. Lakin 2 rəkət 2 rəkət qılınır. Elə bir 2 sübh namazı kimi. Hər rəkətdə əlavə olaraq 75, ümumilikdə isə 300 dəfə təsbihat deyilir. Əvvəlcə niyyət edirik. Cəfər Təyyar namazını qılıram qürbətən ilallah. Sonra təkbirətul ehram. Allahu Əkbar. Birinci namazın birinci rəkətində Fatihə və Zilzal surəsi oxunur. Ardınca 15 dəfə təsbihat-ı ərbəə deyilir. Yəni 15 dəfə Subhanallahi vəlhamdülillahi və la ilahə illallahu vallahu əkbar deyilir. Ardınca rükuya gedirsiniz. Zikrinizi dedikdən sonra 10 dəfə təsbihatı deyirsiniz. Başınızı rükudan qaldırdıqdan sonra 10 dəfə deyirsiniz. Səcdəyə gedib zikri dedikdən sonra 10 dəfə təsbihat. Başı səcdədən qaldırıb oturan halda 10 dəfə təsbihat. İkinci dəfə səcdəyə gedib 10 dəfə təsbihat. Başı səcdədən qaldırıb oturan halda da 10 dəfə təsbihatı deyirsiniz. Sonra ayağa durub ikinci rəkətə başlayırsınız. Fatihə surəsini və Adiyyət surəsini oxuyursunuz. Ardınca birinci rəkətdəki kimi, yəni 15 dəfə təsbihat, sonra rükuya gedib zikirdən sonra 10 dəfə təsbihat, rükudan qalxıb düz dayanan halda 10 dəfə təsbihat, səcdəyə gedib zikri dedikdən sonra 10 dəfə təsbihat, başı səcdədən qaldırıb oturan halda 10 dəfə təsbihat, səcdəyə gedib 10 dəfə təsbihat, başınızı səcdədən qaldırıb oturan halda 10 dəfə təsbihat deyirsiniz. Ardınca təşəhhüd və salamlar. Bu birinci 2 rəkətli namaz oldu. Ardınca bir daha niyyət edib ikinci 2 rəkətli namaza başlayırsınız. Eyni ilə birinci namazı qıldığınız kimi qılırsınız. Sadəcə birinci rəkətdə Fatihədən sonra Nəsir, ikinci rəkətdə Fatihədən sonra İxlas surəsini oxuyursunuz. İkinci üsulda eyni ilə bu cürdür. Sadəcə burada hər namazın hər rükətində Fatihədən sonra İxlas surəsi oxunur. Habelə bu namazın son səcdəsində və daha sonra oxunan dualar da vardır ki, video uzun olmasın deyə onları qeyd etmirəm.